Niyə indi Azərbaycan futbolunda Nadir Nəbiyev, Vadim Vasilyev, Qurban Qurbanov, Zahir Ramazanov kimi hücumçular yoxdur? Nə çatmır? Bu geniş bir mövzudur. Biz özümüz də bunu futbol adamları, keçmiş futbolçular öz aramızda danışır, həmişə müzakirə edirik. Hər mövqedə problemimiz var. Yəni əsas problem yuxarıda deyil, aşağıdadır. Yəni şah futbolundan başlamaq lazımdır. Şah futbolu deyəndə biz ancaq fikirləşirik ki, uşaq yetişdirmək lazımdır. Yəni orada danışılacaq çox şeylər var. Yəni bəlkə də biraz göbuz səslənəcəkdir. O vaxtı şərait yox idi. Meydança yox idi, şərait yox idi, belə deyim də. Yəni maddi baxımdan da zəif idi. Niyə onlar futbolçu yetişirdi? Əvvəlkinə baxanda çox yaxşıdır şərait idi. İndi niyə yetişmir? Niyə Nadir müəllim? Səbəb nədir? Biz harda axtarmalıyıq səbəbi? Bunun üçün biz bir dənə 5 dəqiqə söhbət edib onunla bitirə bilmərik. Səbəblər böyükdür. Bir qədər qısaca verək də izləyə. Mənim üçün də həqiqətən maraqlıdır və təbii ki, bilirik. Akademiyalarımızda ciddi problem var. Məhdçilərlə bağlı çox ciddi problem var. Uşaq futbolunda mən açıq deyəcəm, çox ciddi rüşvət faktları var. Rüşvət iddiaları var, danışılır, valideynlər tərəfindən danışılır, uşaqlar tərəfindən danışılır. Təbii ki, vicdanla, əqidə ilə işləyən məhdçilərimiz də var. Mən hər birinə şəxsən təşəkkür edirəm. Amma əksini edənlər utansın, xəcalət çəksinlər. Çünki digərinin övladlarını bədbəxt etməsinlər. O qazanacaqları 5-10 manata görə. Yəni, rüşvət üzərindən məşq keçməyə dəyməz. Bu peşəni bacarmırsınız da, çıxın gedin başqa sahədə çalışın. Mən də bilirəm, çox ciddi problemlər var, amma nə vaxta qədər? Bizim yaxşı məşqçilərimiz var, işinə hörmətlə yanaşan, yəni futbolçu yetişdirmək üçün can atan məşqçilərimiz var. Həqiqətən kifayət qədər mənim tanıdıqlarım çox məşqçiləri var. Bilirsinizmi, yəni biz bu günləri, söhbət haradan hara gəlir, biz bir dənə Nərimanı axtarırıq. Amma fikirləşmək lazımdır ki, bizim aşağıdan çox Nərimanlar itir. Futbolçu oradan, bilirsinizmi, biz bir dənə gedək baxaq, hansı akademiyadan yetişən futbolçular əsas komandada gəlib oynayır? Var mı elə futbolçular? Bir dənə mövqeyi götürməyək də, o vaxtı bütün klubların hər birində əksər klublarımızda yerli futbolçular oynayırdı. Mən indi öz mövqeyimə uyğun deyirəm, adlarını sadalaya bilərəm. Hər birində. Nə qədər hücumçular var idi? Məşqçi çətini çəkirdi ki, mən hansı futbolçunu oynadım. Milli komandada baş məşqçi çətini çəkirdi ki, mən kimi dəvət edeyim. Amma bu günlər rahat bir şəkildə məşqçi otururdu ki, mən futbolçunu çəkirdim. Çünki seçimi yoxdur. Olanı budur. Ona görə də mən biraz danışanda ehtiyatdan danışıram ki, bir dənə Nəriman var. Nərimanın üstünə o qədər gedərik ki... Məncə burada rahat danışaq, Nadir müəllim. Yox, çox üstə gedəcəyik biz. Bilirsizmi? Üstə gedib, mən narahatlığım nədir? Onu həvəsdən salmaq. Bu xüsusən hücumçu, mən hücumçu olduğuma görə bunu deyirəm. Hücumçu üçün bir dənə pis bir şey var ki, yəni o nə qədər təzyiq altına düşərsə, nə qədər qol imkanlarından istifadə edə bilməzsə, o get-gedə belə deyim də geri addım atır. O da bizim futbolumuza zərərlidir. Nadir müəllim, siz narahatsınız Nərimana görə, amma biz narahatlıq hücumçu tapa bilməməyimizə görə yalnız qalmışıq Nərimanın üzərində və bu izləyicimiz Dadaşov idi, səhv etmirəmsə, çox haqlı iraddır. Gör neçə futbolçunun adını saydı köhnə futbolçulardan. Vadim Vasilyev, Qurban Qurbanov, Nadir Nəbiyev, Samir Əliyev, adlara bax. Allah çox saymaq oları, Alay Bəhrəmov, Rövşən Əhmədov, Kənan Kərimov olsun. Kənan Kərim, Müşfiq Hüseynov. Yəni sadalasa o qədər sadalaya bilərdik ki, yəni hansı klublara bax, hansı komandaya baxırdı, yəni kifayət qədər hücumçu var idi. Yaxşı, biz hücumçu deyirik də, hansı müdafiəçi yetişir, hansı qapıçımız yetişir, hansı yarım müdafiə, var mı elə bir? Yəni biz sadalaya bilərik onları da. Ümumi olaraq hamısında problemimiz var bizim. Deməli bizim genetikamızda bu futbolçular olub da, yəni bu bacararlar da. Yenə var. Yenə var, həqiqətən var. Yəni uşaq futboluna baxanda görürsən ki, var. Niyə müəyyən yaşa qədər gəlirlər? Müəyyən yaşdan sonra belə deyək də futbolçular yoxa çıxırlar. Biz bu günləri məşqçi olmaq istəməyənləri məşqçi eləmək istəyirik zorla. Futbolçu olmaq istəməyənləri zorla futbolçu eləmək istəyirik. Yəni bunu sərbəst buraxmaq lazımdır. Mən futbolçu olmaq istəmirəmsə, məni söz gəlimi deyirəm də. Mənim atam istəyir ki, mən futbolçu olam, mən zorla futbolçu elə bilməzsiniz. Məşqçi məni zorla futbolçu elə bilməz məni. Kim bacarırsa, qoy o futbol oynasın. Onu önə çəkmək lazımdır. Yəni biz uşaq futbolundan danışsaq, yəni çox problemlər var.
Biz neçə ildir bundan danışırıq, neçə illərdir danışırıq da. Deyirik ki, uşaq futbolu, bizdən öncə də danışırlar bunu. Bayaq biz söhbət edirik, yəni bizim indi adını çəkmək istəmədiyimiz klublar var, komandalar var, indi digərləri inciməsinlər. Elə komandalar bu dəqiqədə yenə yetişdirirlər, yenə futbolçular var. Sadəcə olaraq yəni bunu biraz geniş şəkildə eləmək lazımdır. Sistemli şəkildə eləmək lazımdır bunu. Belə başa düşdüm ki, Nadim müəllim, futbolçu olmaq istəməyəni futbolçu edirik, məşqçi olmaq istəməyəni məşqçi edirik. Çox böyük cümlədir. Yəni valideynlər maraqlıdır, futbolçu potensialı olmayanı futbolçu eləsinlər övladlarını və bunu etmək üçün də yəqin ki, qara yollar işə girir. Burada məşqçilər fəaliyyət göstərir, klubda hansısa şəxslər maraq göstərir və ciddi problemlər orada gizlənir həm də. Biz tez-tez infrastruktur deyirik, deməli tək də infrastruktur təkcə səbəb deyil də, bəhanə deyil daha doğrusu infrastruktur. Bəlkə biraz göbü səslənəcək. İndi biz həmişə nədən danışırdıq? Deyirdik ki, torpaqlıqdan çıxmış, asfaltdan çıxmış futbolçular deyirdilər də o vaxtda. Niyə onda çıxırdı, indi çıxmır? Yəni bu özü bir sualdır da. Niyə bu günləri o şərait var? Demirəm yaxşı şəraitimiz var. Yüksək səviyyə. Amma qabaqçına baxanda çox yaxşı şərait var. İstəyir meydançalar olsun, istəyir bazanın özü olsun, maddiyyat olsun, forma olsun, top olsun. Heç o vaxtda uşaqlar top da tapa bilmir, forma da tapa bilmirdilər. Onda niyə yetişirdi? Onları yetişdirən, o vaxtı məşqçilərimizin belə deyim də, indiki kimi o şərait yox idi ki, o məşqçilər getsin, oxusunlar, savadlarını artırsınlar. İndi təşkil olunur, müəyyən kateqoriyalara sahib olurlar. Niyə yetişmir, onda yetişirdi. Demək, səbəblər başqadır. Səbəbləri biz bir yerdə axtarmalı deyilik. Bu günləri müəyyən qədər futbolçu var, müəyyən qədər. Get-gedə daha pisliyə doğru gedir. Gedişat onu göstərir. Bir neçə il bundan qabaq fikirləşirdik ki, biz belə deyim də, xüsusən də indi mətbuatda jurnalistlər sual verirdi də, kənarda qalan futbolçular, filan kəs niyə çağırmalılar, filan futbolçu niyə çağırmalılar. Bu günləri o ad yox səviyyəsinə gəlib çıxıbdır. Bəlkə hansısa 1-2 futbolçu ola bilər. Belə davam eləsə, bir neçə ildən sonra biz oturub müzakirə edəcək ki, kimi çağıra, kimi dəvət eləmək olar. Artıq nəyə doğru gedəcək onda? Hansısa legioner futbolçuları milliləşdirmək haqqında fikirləşəcək. Bundan öncə necə olmuşdusa, həmin qaydada.